Deməli, The Wings of the Dove əsərinə C1 səviyyəsində 19-cu yüzil ədəbiyyatıdır. Bunu oxumağa davam edirik. Deməli, burada nə yazıb? Bir səhifə oxuyacağıq. There is in fact, my dear, Mr. Cry wound up a coach and four to be got out of me. Əslində, there is in fact, əslində mənim əzim deyir. Mr. Cənab Croy neynədir? Deməli, Cənab Croy wound up, yəni sözünü bitirdi, yekunlaşdırdı. Mənim əzim deyir. Məndən deyir. To be got out of me, yəni məndən çıxar. Nə? Got out of me kəlməsi məndən çıxar, alınar, yəni qopardılar. Coach and four şey deməkdir. Atların dördüstü qaçdığı 4 mərtəbəli vaqon. Bax bu söz. Coach and four. Amma burada mətndə zənginlik, imkan və status mənasında işlənib. Yəni məndən bir zəngin çıxar da o mənada. Cənab Croy onu deyir. His drop, or rather his climax, failed a little of effect, indeed through an undue precipitation of memory. Deməli, onun pauzası, yəni düşüşü, yəni pauzası, cümləsinə verdiyi pauza və ya daha doğrusu, or rather, daha doğrusu deməkdir. Və ya daha doğrusu, onun climax, yəni bir şeyin kulminasiyası. Və yaxud da onun deyir kulminasiyası, failed a little of effect nə deməkdir? Yəni ki, biraz təsirini itirdi. Biraz təsirini itirdi, indi həqiqətən də doğrudan da nəyin vasitəsində, nəyin əsasında, nəyin səbəbində? Through an undue yəni ki, aşırı yersiz, yəni xatirənin, keçmişin, yaddaşın aşırı precipitation, yəni axını nəticəsində, yağıntısı nəticəsində təsirini itirdi. Onun pauzası və ya daha doğrusu onun kulminasiyası. Something his daughter had said came back to him. Nə ki onun qızı demişdi, ona geri qayıtdı. You've settled to give away half your little inheritance. Sən deyir, qərara gəlmisən ki, settled qərara gəlmək deməkdir. Burada yazmışam, qərara gəlmək. Qərara gəlmisən ki, to give away, yəni bağışlayasan deyir, yarısını nəyi? Sənin deyir, o az qalan, az mirasının yarısını bağışlayasan, o qərara gəlmisən. Her hesitation broke into laughter. Onun tərəddüdü broke into, yəni çevrildi, gülüşə çevrildi. No, I haven't settled anything. Yox, mən heç bir şeyə qərar verməmişəm. But you mean practically to let Marian color it? Ancaq sən nəyə nəzər tutursan? O nəzərdə tutursan ki, əslində practically, yəni əslində Marian'a icazə verəsən ki, onu sənin əlindən ala. Color, yəni əlindən almaq. Ələ keçirmək, götürmək, sahiblənmək. Onu sənin əlindən ala. Yəni o mirası. They stood there face to face. Onlar orada üzbəüz dayandılar. But she so denied herself. Ancaq sonra o neynədir? But she so denied herself to a challenge that he could only go on. Amma qadın neynədir? To deny herself to his challenge, yəni qarşı durmaq, imkan verməmək, icazə verməmək mənasındadır. Yəni özünü onun, yəni challenge-da üstünə gəlmək deməkdir. Çağırış, meydan oxumaq, üstünə gəlmək. Yəni kişi onun üstünə gələndə qadın buna müqavimət göstərdi, qarşı durdu. Və bu ona imkan verdi ki, kişi sözünə davam eləsin. You've a view of 300 a year for her in addition to what her husband left her with.
Sənin deyir, belə bir görüşün, belə bir baxışın var ki, yəni onun üçün ildə 300 view of 300 a year for her in addition to what has been left over with. Yəni sənin belə bir baxışın var ki, you have a view of 300 for her in addition. Hə, sən belə bir yəni, fikirdəsən ki, onun əri ona nə bıraxıbsa, nə ilə tərk edib gedibsə, ona əlavə olaraq bir 300 də deyirsən onun üstünə gəlsin, yəni 300 də ona əlavə olunsun. Belə bir görüşdəsən sən. İlə 300. Is that the remote progenitor? Progenitor yani bak burada var. Progenitor yani ki əcdad deməkdir. Bani, əcdad. Progenitor. Remote progenitor of such wantonness audibly wondered your morality. Is that the remote progenitor of such wantonness audibly wondered your morality? Bu deyir, yəni uzaq əcdad, yəni belə bir əxlaqsızlığın, wantonness, bax burada yazmışam, cinsi əxlaqsızlıq demək, yəni belə bir əxlaqsızlığın uzaq banisi səsli şəkildə neynədir? Təəccübləndi, heyrətlə soruşdu ki, is that your morality? Bu sənin əxlaqındır, sənin əxlaqın budur. Kate found the answer without trouble. Kate cavabını çətinlik çəkmədən tapdı. Is it your idea that I should give you everything? Bu sənin fikrindir ki, mən sənə hər şey verməliyəm. The everything, hər şey, clearly, açıq aydın şəkildə struck him. Onu etkilədi, ona təsir elədi. To the point, o dərəcədə ki, even of determining the tone of his reply. Hətta səsinin, onun cavabının yəni tonunu belə müəyyən elədi. Far from it, əksinə, how can you ask that when I refuse? Yəni necə deyə bilər, necə bunu soruşa bilərsən ki, necə bunu soruşa bilərsən, mən sənə təklif etdiyim şeyi rədd edən zaman, rədd etdiyimdə bunu necə soruşa bilərsən? When I refuse what you tell me you came to offer. Yəni sən mənə təklif etdiyin şeyi imtina edəndə sən bunu hələ məndən soruşursan. Make of my idea what you can. Bax, bu yaxşı bir ifadədir. Bunu dəftərinizə yaza bilərsiniz. Make of my idea what you can. Necə bilirsən elə başa düş deyir. Necə istəyirsən elə başa düş. I think I've sufficiently expressed it. Mən düşünürəm ki, mən kifayət qədər, yetərincə, sufficiently, kifayət qədər. Kifayət qədər, yəni fikrimi ifadə etdim də, bunu ifadə etmişəm. And it's at any rate, yəni bu hər halda, at any rate, hər halda, to take or to leave. İstəyirsən qəbul et, istəyirsən etmə. Yəni bu o deməkdir. Sonra, it is the deməli, it is the only one, bu yeganə o şeydir ki, I may nevertheless add, yəni yenə də mən bunu əlavə edirəm, mən bunu yenə də əlavə eləyə bilərəm. Bu o şeydir ki, nədir? It is the basket with all my eggs. Bütün yumurtalarımın olduğu səbətdir. It's my conception in short of your duty. Bu mənim sənin vəzifənlə bağlı, yəni qısaca desə in short, qısaca desə vəzifənlə bağlı təsəvvürümdür, anlayışımdır. Conception.
conception. Bab sözü yaza bilərsiniz dəftərinizə. Deməli. The girl's tired smile watched the world as if. Qızın yorğun gülüşü sözə baxdı. Sanki it had taken. Burada taken. Deməli nə deməkdir? Sizə deyim. Taken on yəni bürünmək deməkdir. Bürünmək. O görüntünü vermək. Onu yəni yorğun qızın yorğun gülüşü sözə elə baxdı ki, sanki deməli it had taken on a small deməli grotesque visibility. Grotesque visibility yəni əcaib, qəribə görünüş deməkdir. Kiçik qəribə görünüş. Büründü deyir. Take on büründü. Yəni sözə elə baxdı ki, sanki o söz qəribə bir, əcaib bir şey kimi görünürdü də. Onu demək istəyir. Onu demək istəyir. You're wonderful on such subjects. Sən deyir belə mövzularda əlasan, möhtəşəmsən. I think I should leave you in no doubt. Mən düşünürəm ki, səni şübhə içində buraxmamalıyam. She pursued. O davam etdi. That if I were to sign my aunt's agreement, əgər mən, bax burada bir dənə çətin qrammatika var, C1 səviyyə. I were to sign. Were to sign. To be to do something. Yəni, mən imzalayacaq olsam, yəni imzalamayıb, amma yəni deyir ki, mən əgər imzalayacaq olsam, yəni şərtdir burada. Mən xalamın razılığını imzalayacaq olsam, I should carry it out. Yəni, carry out burada nə deməkdir? Əməl etmək, uygulamaq, türklər deyir. Mən buna deyir, uygulamalıyam, əməl etməliyəm. In honor, yəni şərəflə. To the letter, yəni harfiyyən, sözbəsöz bu razılaşmanın bütün yəni bəndlərinə, bütün maddələrinə əməl etməliyəm. Onu deyir. Yaş bu qədər. Dostlar, gələn dəfə davam eləyərik. Çalışın C1 səviyyə mətnlər oxuyun, ingiliscənizi daha da inkişaf etdirin və bu sizin göstəricinizdir ki, siz ingilis dilini bilirsiniz, əgər belə ədəbiyyatlar oxuyub anlaya bilsəniz.